Hər vaxtınız xeyir olsun əziz abituriyentlər. 2025-ci il test toplusunda yerləşən oxu mətnlərinin izahına baxırıq. 3-cü mətnlə davam edirik. Deyir ki, Atəşşah is a historical temple located in Suraxanı, 30 kilometers from the center of Baku. Deyir ki, Atəşşah, deməli of Baku, Bakının from the center, mərkəzindən 30 kilometr, özümüzdən bir məsafədə artıraq bura. Məsafədə in Suraxanı, Suraxanıda located yerləşən historical tarixi bir temple, ibadətgah is dırdır şəkilçisidir. Deyir Atəşşah Bakının mərkəzindən 30 kilometr məsafədə Suraxanıda yerləşən tarixi bir məbəddir, ibadətgahdır. It is currently surrounded by oil fields in all sides. Deyir ki, currently, hal-hazırda, demək, all sides, bütün tərəfləri, deməli, oil fields, neft mədənləri by ilə surrounded, əhatə olunan, is surrounded, əhatə olunmuşdur. Yəni, deyir ki, o, hal-hazırda, yəni, onun hal-hazırda bütün tərəfləri neft mədənləri ilə əhatə olunub. It was built by the Hindu worshippers. The majority of them came from northern India. Deyir ki, o, deməli, Hindu worshipper, yəni ibadət edənlər tərəfindən tikildi. Worshipper, worship, sitayiş etmək, ibadət etmək feilindən götürülmüş bir isimdir. Buna isim kimi bir tərcümə versək, nə verərik? İbadət edənlər deyə bilərik. Bir də ki, pərəstişkar da demək olar. Və yaxud başqa cürdə var. Məsələn, İslam dini olsa, mömin demək olar, abid demək olar. Biz buna pərəstişkar deyək bu epizodda. Deyir ki, o, deməli, Hindu pərəstişkarlar tərəfindən tikildi. The majority of them came from northern India. Of them, onların majority, əksəriyyəti from northern India, yəni şimali Hindistandan came, gəlmişdi. Burada onların əksəriyyət deyəndə bu, inananlar, yəni pərəstişkarlardan gedir söhbət. The temple was the holy place for them. Demək, ibadətgah onlar üçün müqəddəs yer idi. After the introduction of Islam, the temple was destroyed. Deyir ki, of Islam, İslamın introduction, təqdimatından, yəni yayılmasından, after, sonra, the temple was destroyed. İbadətgah dağıdıldı, məhv edildi. So, beləliklə, many fire worshippers left for India. Bir çox fire worshippers olur, ateşpərəstlər. Yəni, ot pərəstişkarları, ateşpərəstlər deyəcəyik. Əksər ateşpərəstlər Hindistana getdi. Bu left feili yoldaşlar, leave var, ləavə yazılır. Tərk etmək feilidir. Bunun qaydası necədir? Əgər sözönsüz işlənibsə, bir yeri tərk etmək mənasındadır. Amma for sözönü ilə işlənibsə, demək, ora yollanmaq mənasındadır. Burada for sözönü ilə işləndiyinə görə bu deməkdir ki, yəni Hindistandan getməyiblər, Hindistana gediblər. Beləliklə, bir çox ateşpərəstlər Hindistana yollandılar. But in the 15th, 17th centuries, the Hindu fire worshippers came to Baku to buy and sell things. Lakin 15-17-ci əsrlərdə Hindu ateşpərəstlər şeylər, yəni əşyalar almaq və satmaq üçün Bakıya gəldilər. Demək, bir dənə bu cümlələrə diqqət yetirək ki, suallarda əziyyət çəkməyə, lakin 15-17-ci əsrlərdə Hindu ateşpərəstlər əşyalar almaq, satmaq üçün Bakıya gəldilər. Yəni, ticarətlə məşğul olmaq deməkdir bu. As they also began to make religious visits to Suraxanı, they decided to build the temple again. Deyir ki, they, onlar, also həmçinin to Suraxanı, Suraxanıya religious visits, dini səfərlər, to make, etmək, bir dənə özümüzdən bütün artırırıq, yox, etməyə, began, başladığından, as, cümlənin əvvəlində gələn əzi birləşdirir felə, dığımdan üstü 4 şəkilçisindən deyir ki, deməli, onlar
həmçinin Suraxanıya dini səfərlər, dini ziyarətlər etməyə başladığından onlar temple, məbədi again, yenidən to build, tikməyə decided, qərar verdilər. In the early 19th century, the construction ended and it acquired its present-day appearance. Deyir ki, in the early 19th century, yəni 19-cu əsrin early əvvəllərində, sonlarında veririk late ilə, late yazılır. 19-cu əsrin əvvəllərində the construction, inşaat, ended, sona çatdı, yekunlaşdı. And və it, o, acquired its present day appearance, present day, yəni bugünkü, hal-hazırki, bugünkü appearance, görünüşünü acquired, neynədir, əldə etdi. In the mid-19th century, because of the movement of the surface, the natural gas stopped burning. Deyir ki, in the middle 19th century, 19-cu əsrin, bu da middle yazılır, middle sözünün nə idi? Qısaldılmışı da 19-cu əsrin ortasında demək of the surface. Səthin movement, hərəkəti because of ucbatından the natural gas, təbii qaz stopped burning, yanmağı dayandırdı. 19-cu əsrin ortalarında yer səthində olan hərəkət nəticəsində təbii qaz yanmağı dayandırıb. Deyir ki, the temple has an interesting architecture. Məbədin maraqlı bir memarlığı da var. In the center there is a well, a deep hole in the ground where the burning gas came from. Deyir ki, in the center, mərkəzdə, there is a well. Well, sifət kimi, zərf kimi işlənir. Zərf kimi yaxşı mənası var. Sifət kimi insan sağlamlığını ifadə edir. Yaxşı mənası var. For example, I am well deyəndə, yəni mən yaxşıyam, yəni sağlamam, o mənada işlənir. Qarşısındakı artikeldən burada isim olduğunu anlamaq mümkündür. İsim kimi quyu mənasını verir. Deyir ki, in the center, mərkəzdə, there is a well, bir quyu vardır. A deep hole in the ground where the burning gas came from. Deyir ki, in the ground, yəni torpağın içində, deep, dərin, a hole, bir deşik, where, hansı ki, the burning gas, yanan qaz, come from, gəlir. Deyir ki, yoldaşlar, mərkəzdə bir quyu vardır. Belə deyək, burada yanan qazın gəldiyi torpağın içində, yanan qazın gəldiyi torpağın içində yanan qazın gəldiyi dərin bir deşik. Across the roof there are holes where gas and smoke exit. Deyir ki, across the roof, yəni damın, yəni şiferində, dam örtüyünün içərisində qaz və tüstünün where exit, yəni çıxdığı holes, deşiklər də vardır. Near the temple there is a hole which is now completely full of rocks where the bodies of the dead were burnt on sacred fire. Deyir ki, near the temple, məbədin yaxınlığında there is a hole, bir deşik vardır, which is now completely full of rocks, hansı ki indi tamamilə qayalarla doludur. Veya the bodies of the dead, hansı ki ölülərin bədənləri və burnt on sacred fire, demək müqəddəs odda yandırılırdı. Cümləni toparlayaq. Deyir ki, məbədin yaxınlığında müqəddəs odda ölülərin bədənlərinin yandırıldığı, indi tamamilə qayalarla dolu olan bir deşik də, bir çuxur da var. Hole, deşik, çuxur deməkdir. Nowadays, the temple has been opened for tourists, attracting them with artificial fires. Bu günlərdə, deyir, turistləri ora cəlb etmək üçün süni alovlarla təchiz edilmiş məbəd has been opened, neyib? Açılıb. Yəni, bu günlərdə məbədi açıblar, süni alovla təchiz ediblər ki, neynəsin, turistləri cəlb etmək üçün. Yaxşı, deyir ki, the passage is mainly about mətn haqqındadır. Burada mətn yoldaşlar, mətnin zaten ilk cümləsinə baxan kimi burada bir atəşgahdan söhbət gedir. Görək atəşgahı hansı variantda dolayı ifadə edəcəklər? A variantı. Religious visits to Azerbaijan. Azərbaycana dini ziyarətlər əlaqəsiz cavabda olmaz. The historical temples in Azerbaijan.
Azərbaycanda tarixi ibadətgahlar ödəməz. Çünki burada cəm ümumiyyətlə məsləhət deyil. Mətnlərdə sən bir şeydən söhbət gedir. The traders from Northern India. Demək, trade ticarətdir, ticarətçilər. Ticarətçiyə də bilirsiniz, tacir deyirik. Şimali Hindistandan olan tacirlər əlaqəsizdir. The old sacred place in Baku, Bakıdakı qədim müqəddəs yer deyəndə həmin o atəşgahı nəzərdə tutur. The introduction of Islam, İslamın təqdimatı, İslamın təqdim edilməsi, xeyr. Cavab da variantı çox net cavab çıxır yoldaşlar. 2. Mətnə əsasən hansı ifadələr doğrudur? Buraya diqqət. The hole close to the temple was once used to burn dead bodies. Deyir ki, buradakı once'ın mənası. Once yoldaşlar indiki bitmiş zamanda bir dəfə mənasını verir. Keçmiş sədə zamanda bir zamanlar mənasını verir. Burada bir zamanlar mənasındadır. Gördüyünüz kimi həm də keçmiş sədə zamanda işlənib. Deyir ki, once bir zamanlar to the temple, yəni ibadətgaha close, yaxın, hole, çuxur, dead bodies, ölü bədənləri to burn, yandırmaq üçün was used istifadə edilirdi. Cümləni toparlayaq. Deyir ki, ibadətgaha yaxın olan çuxurda bir zamanlar ölü bədənləri yandırmaq üçün istifadə edilirdi. Məncə bu düzdür. Hal-hazırda da tamamilə qayalarla doludur. Bir düzdür. The temple is in the village which is 30 kilometers from the city center. Deyir ki, ibadətgah şəhər mərkəzindən 30 kilometr, demək 30 kilometr, which is olan kənddədir. Bu da düzə oxşuyur. Aslında biraz baxmaq lazımdır. Biraz açığın mətn yadımdan çıxdı, amma Bakının mərkəzindən 30 kilometrdə Suraxanıda. Burada nə deyir? Şəhər mərkəzindən 30 kilometrdə bir kənddə Suraxanın kənd götürsək olar. 1-2 cavab ya variantı, amma yenə də bu birisi variantlara baxmaq lazımdır. Görək, yəni bunlar düzdürsə, bunların nəyi səhvdir? Today there are a lot of gold reserves around Atəşgah. Bugün Atəşgah ətrafında çoxlu qızıl rezervləri vardır. Yox, ətrafında çoxlu oil field var idi, neft mədənləri var idi, qızıl rezervləri yox, səhvdir. Not a single Indian left Baku after Islam came to the region. Deyir ki, İslamdan sonra Bakını tərk edən tək bir Hindistanlı belə regiona gəlmədi. Demək, İslamdan sonra Bakını tərk edən tək bir Hindistanlı belə həmin o regiona, yəni əraziyə qayıtmadı. Amma məncə burada sonra deyir ki, deyirdi ki, gəlirdilər. Bir dəqiqə o cümləni tapıyorum buradan. Bəli, burada yoldaşlar 15-17-ci əsrlərdə Hindu atəşpərəstlər əşyalar almaq, satmaq üçün Bakıya gəlirdilər. Hətta dini ziyarətlər üçün də gəldiklərinə görə onlar qərar verdilər ki, Suraxandakı ibadətgahı neynəsinlər? Yenidən tiksinlər. Yəni burada gəlmədilər, amma gəlmişlər. 1-2 olur cavab. 3-cü sualda tamamlayın. As the surface changed its position, deyir ki, səth its öz position vəziyyətini as change dəyişmək, as da dığı üstü 4 şəkilçisidir. Yəni dığımdan üstü 4 şəkilçisidir daha doğrusu. Səth öz vəziyyətini dəyişdiyindən nə olmuşdu? Ora baxmamış birinci bir fikirləşək. Altdan, normalda orada yoldaşlar yerin altından təbii qaz çıxırdı, orada yanırdı. Sonra səthi dəyişikliklərdən sonra o qaz kəsilmişdi, gəlmirdi. Qaz gəlməyəndə də sonradan turist cəlb eləmək üçün süni şəkildə orada od yandırmışdılar. The temple was destroyed. Qala dağıdıldı. Düzdür, məbəd dağıdıldı, amma belə dağıdıldı da. İslam təqdim olunandan sonra dağıdıldı. Burada bizdən soruşur ki, səthin öz vəziyyətinin dəyişməsindən. Natural gas stopped burning. Təbii qaz yanmağı dayandırdı. Burada B variantı düzdür. The construction of a new temple ended. Yeni ibadətgahın construction inşaatı tamamlandı. Xeyr. The well of burning gas was built.
Deyir ki, yanan qazın quyusu tikildi, inşa edildi. Xeyr. The temple became the holy place. İbadətgah müqəddəs yerə çevrildi. Xeyr. Cavab orada B variantı. Natural gas stopped burning. Təbii qaz yanmağı dayandırdı. Təbii qaz yanması sonlandı. Dördüncü sualda. Suala baxaq. What were the fire worshippers doing in the 15th, 17th centuries? 15-17-ci əsrlərdə ateşpərəstlər what were doing nə edirdilər? 15-17-ci əsrlərdə baxaq görək. They were destroying the temple. Onlar ibadətgahı dağıdırdılar. Xeyr. They were trading in Bakı. Onlar Bakıda ticarət edirdilər. Yoldaşlar 15-17-ci əsr olan cümlədə görürsünüz. Yazıb ki, burada to buy and sell things. Əşyalar alıb satırdılar. Əşyalar alıb satmaq bayaq dedim, ticarət etməkdir. Bu və trading, yəni Bakıda ticarət edirlər. B variantı doğrudur. Belə bir dəyişikliklə verib gördüyünüz kimi. They were looking for oil fields. Onlar neft mədənləri axtarırdılar. Xeyr, onların elə bir neft mədəni ilə bir əlaqəsi olduğu haqqında mətnində məlumat yox idi. They were spreading their religion. Onlar öz dinlərini yayırdılar. Xeyr. They were opening shopping centers. Onlar ticarət mərkəzi açırdılar. Xeyr. Heç nə, Bakıda ticarət edirdilər. 15-17-ci əsrdə. 5-də deyir ki, birinci abzasda encircle sözünə sinonim, yəni close meaning, yaxın məna sinonim axtarırıq birinci abzasda. Qaydırıq, baxırıq, to ilə başlayıb, feildir, zaten mənası da encircle əhatə etmək deməkdir. Sanki mətni oxuyanda bir surround görmüşdüm, bəli, buradadır. Bunu yazırıq, amma necə yazırıq? Axırındakı idini yazmırıq, buna ehtiyac yoxdur. Feilin sadəcə olaraq kök formasını yazırıq və qarşısına to qoymaq mütləqdir. To surround şəklində yazırıq. Qarşıdakı to magma çəkilisidir, bilirsiniz. Cavabımız oldu to surround. Əhatə etmək. Ona əlavə sinonim istəyirsə deyim. Bir də B, C, E, C. To qabağına atıb B, C, E, C yazılan bisect deyə bir əhatə etmək də var. 6-da nə deyir? Ən azı iki sözü dəyişin deyir. After making religious visits to Suraxanı, deyir ki, Suraxanıya dini ziyarətlər etdikdən sonra the Hindu worshippers, Hindistanlı Hindu pərəstişkarlar, görək nə inədilər? Religious visits özündən tapmaq lazımdır. Birinci budur. As they also began to make religious visits to Suraxanı. Yəqin ki, bu cümlədir, yoldaşlar. Deyir ki, onlar Suraxanıya dini ziyarətlər etməyə başladığından they, burada veribdir, cümlədə veribdir, Hindu worshippers, burada veribdir, they. Çünki burada zaten onu nəzərə tutur. Burada yoldaşlar necə dəyişiklik eləmək olar? They decided to build the temple again. Yaxşı. Deciding yerinə nə yazmaq olar? Deciding yerinə want yazmaq olar. Qərar verdilər, istədilər. Want-u, amma bu keçmişdə, onu da keçmiş yazırıq. Wanted, istədilər. Təbii ki, make up one's mind da yaza bilərik. Onu da belə yazacağıq. Made, yəni made, up, one's-in yerinə, one apostrofesinin yerinə müvafiq yer əvəzi qoyulur. Mübtəda Z olduğuna görə Z-yə müvafiq yer əvəzi olacaq Z-yə. Yəni T-H-E-I-R, M-I-N-D. Onunla dəyişə bilərik, amma want ilə dəyişdim. Mən qərar verdim. İstədilər. Sonra to build-ı da dəyişərik to construct-la dəyişə bilərik. Yəni tikmək, inşa etmək, o da yazılır to, C-O-N-S-T-R-U-C-T. Hər fərq deyim ki, heç kimin zəif, güclü, heç bir şagirdin qaranlığı qalmasın. Sonra birinci paragrafda definition soruşur. To get or gain something by one's own efforts or actions, deyir ki, one's birinin, yəni bir kəsin own, şəxsi efforts, səyləri or actions və yaxud hərəkətləri by ilə something, bir şeyi qazanmaq yaxud əldə etmək. Deməli, bir kəsin şəxsi səyləri yaxud hərəkətləri ilə
bir şeyi qazanmaq, əldə etmək yoldaşlar. Zaten to get və to gain elə onlar onsuz da bir-birinin bir növü sinonimidir. Qazanmaq, əldə etmək. Bu feildir. Baxan kimi görsənir. Qarşısına da bunu necə yazacağıq? Axırdakı d yazmayacağıq. Aqua'ya yazacağıq. Qabağına da bir dənə to artıracağıq. Davam edək. Esse. Esseni də yazım təqdim edeyim. Deməli, essəmizə Azərbaycanca başladıq, yazdıq. 4 cümlə yazdıq. Bunu ingilis dilinə tərcümə edək. Birinci cümləmiz belədir, yoldaşlar. Demək, birinci cümləmiz belədir. Azərbaycanda çoxlu müqəddəs yerlərin adını çəkmək mümkündür. Burada cümlənin mübtədası nədir? Azərbaycanda çoxlu müqəddəs yerlərin adını çəkmək. Yəni bu, ya da ki, Azərbaycanda çoxlu müqəddəs yerlərin adını çəkmək. Yəni gördüyünüz kimi cümlənin mübtədası məstər tərkibi ilə ifadə olunmuş mübtədadır. Xəbər isə ismi xəbərdir, yəni sifət plus dırdır şəkilçisidir. Bu epizodda bizim istifadə edəcəyimiz model it is sifət tolu məstərdir. Başlayaq cümləmizə. Azərbaycanda çoxlu müqəddəs yerlərin adını çəkmək mümkündür. Yazırıq it is possible. Sonra gəlir tolu məstər. To adını çəkməyi verək. Mention'dan, to mention, yəni to mention adını çəkmək haqqında danışmaq. Nəyin haqqında danışmaq? Çoxlu müqəddəs yerlərin. Çoxluğunu verək a lot of-la. Təsdiq cümlədə çox işlənir. A lot of müqəddəs yerlər. Müqəddəsi holy yerlər də places ilə verək. Axırda da qaldı in Azərbaycan. In Azərbaycan. It's possible to mention a lot of holy places in Azərbaycan. İkinci cümləmizə baxaq, yoldaşlar. İkinci cümləmizdə onlardan bir dənə Naxçıvanda yerləşən Əsabi kənddir. Onlardan biri. One of them is Asabçev mağarası deyək də buna. Çünki orada bizdə mağaradır. One of them is Asabçev cave. Demək, Naxçıvanda yerləşən that is located in Naxçıvan. Burada bir səhv eləmişik. Onu düzəldək. One of them yazmalıydıq. One of them is Asabçev cave that is located in Naxçıvan. Hər gün yüzlərlə insan bu müqəddəs yerə gedir və ibadət edir. Zaman zərfi ilə başlayaq cümləyə. Every day. Ya da ki, axırda yazaq zaman zərfin. Başa da atmaq olur. Biz axırda yazaq. Mübtəda yazaq birinci. Yüzlərlə insan necə biləcəyik? Thousands of people. Yüzlərlə yazmışıq. Burada minlərlə yazıb. Dəqiqə bunu düzəldim. Hundreds of people. Yüzlərlə insanlar oldu mübtəda. Sonra qoyuruq xəbəri. Gedirlər. Go. İndiki zamanda cümlə. Hər gün yüzlərlə insan bu müqəddəs yerə gedir və ibadət edir. Edirlər olmalıdır yazıbıncası. Onu nəzərdə saxlayın. Hundreds of people go. Gedirlər. Hara gedirlər bu müqəddəs yerə. This holy place. People go this holy place və ibadət edir and pray.
Bundan başqa furthermore, Azərbaycan İslam ölkəsi olduğundan məscidlər İslamın əsas istiqamətləridir. Azərbaycan İslam ölkəsi olduğundan bunu belə verəcəyik. Cümlənin əvvəlinə as qoyanda bu dığından üstü mənasını verir. As Azerbaijan is an Islamic country. As Azerbaijan is an Islamic country. Məscidlər insanların əsas istiqamətləridir. The mosques are main destinations of people. Burada destination sözündən istifadə elədik, gördüyünüz kimi. Destination bir insanın getdiyi yer onun destination'ıdır, yəni istiqamət. Türklər demişkən, uğradığı yer. Baxaq essemizə. Azərbaycanda çoxlu müqəddəs yerlərin adı çəkmək mümkündür. It's possible to mention a lot of holy places in Azerbaijan. Onlardan bir dənə Naxçıvanda yerləşən Əsabi Kəfdir, ya da ki, Əsabi Kəf mağarasıdır. One of them is Əsabi Kəf Cave. That is located in Naxçıvan. Hər gün yüzlərlə insan bu müqəddəs yerə gedir və ibadət edir. Burada bir ən yazaq yoldaşlar. Is an Əsabi Kəf Cave. Burada Əsabi Kəfi təyin kimi işlətdik. Demək, hər gün yüzlərlə insan bu müqəddəs yerə gedir və ibadət edir. Hundreds of people go to this holy place and pray every day. Burada qalıbdır. Bunu yazmamışıq hər gün. Every day. Bundan başqa Azərbaycan İslam ölkəsi olduğundan məscidlər insanların istiqamətləridir. Furthermore, as Azerbaijan is an Islamic country, the mosques are the main destinations of people. Bu da bizim essemiz yoldaşlar. Hər zaman xatırladıram, yenə deyirəm. Bu mətnləri işləyəndə götürüb müəyyən qeydlər aparmaq lazımdır. Bilmədiyimiz sözlərlə bağlı və yaxud burada qeyd etdiyimiz hər hansı qrammatik qayda varsa, onlarla bağlı da qeydlər aparmaq məsləhətdir. Diqqətinizə görə, izlədiyinizə görə sağ olun, minnətdaram.